Hər vaxtınız xeyir olsun, əziz dostlar, hörmətli izləyicilər. Yeni Saray yolunun üstündə Araz marketi də göstərirəm. Burada bir dənə torpağımız çıxıb. 6 sotdur torpaq sahəsi, 6 sotdur. Gördünüz, buradan giririk, qəbristanlığa gedən yolun üstündədir. Yolu da çəkib göstərəcəm sizə. Burada görürsünüz, tikintilər də gedir. Yolun bu hissəsində 22 minədir sotu. Amma mən sizi aparıb indi bu ikinci palasada da bir dənə torpağı göstərəcəm. Sotu 3 mindən, 6 sot torpağı belə deyək də satışı çıxıb 18 min manata. 18 min manata 6 sotun sahibi ola bilərsiniz. Yolla da məsafəsi, əsas yolu göstərirəm. Burada da tikintilər görürsünüz. Burada torpağın təyinatı kənd təsərrüfatıdır, yəni deyim biləsiniz. Amma buna baxmayaraq görürsünüz, tikintilər də var, yaşayış da var, sağda, solda da yaşayışlarımız var. Yəni ki, evlər tikilibdir. Gedək torpağı da göstərək sizə indi inşallah. Bu hissədə hörmətli izləyicilər, burada da torpaqlarımız var. Sotu 11 minə deyilir, amma kupçalı, kupça əldədir. Amma mən sizə indi təqdim elədiyim torpağın kupçası yoxdur, amma bələdiyyədən kağızları var. Dönürük buradan sola. Bu sola dönən kimi. Burada da görürsünüz, tikintiyə başlayıblar. 2 ay bundan qabaq buralar boşluq idi, səhralıq idi. Burada belə bir idarə var. Burada boşluqdur. Torpağımız da düz burada yolun sol hissəsindədir. Üzbəüz də gördüyünüz hasar qəbristanlıqdır. Qəbristanlıq tərəfdədir. Yəni qiyməti də o yerinə görə çox super qoyulubdur. Yəni belə deyək də bazar qiymətindən rahat torpağı 7000 sotunda qabaqsız da. Belə deyək ki. Dostlar, torpağımız buradır. Keçək. Qəbristanlığın yanıdır. Burada elib ki, tikmişlər ev kimi, sonra verdilər arendaya, daşsat eləyirlər. Burada nəsə görürsünüz, konteyner qoyublar. Yəni buranı götürüb rahat, belə deyək də, nəsə bir şey, biz buranı əslində istəyirik moyka kimi eləyək, 50 qəpilik moyka var helənsinə. Burada hasarlardır, görürsünüz, bura yoldur. Bizim torpağımız buradan başlayıb, buradan, belə o hasara kimi. Düz bura 6 sotdur. Yəni 6 sotdur. 6 sotunda 18 min manata deyilir. Bir sotu düşür 3 min manata bu torpağımızın sotu düşür. Gəlin baxın hörmətli izləyicilər. Yəni ki, burada bir nəfər sex eləmək istəyirdi. Biraz gücü çatmadı. Biz də dediyimiz kimi biz istəyirdik 50 qəpik moyka eləyək. Maşınlar da görsən. Görürsünüz, hava xəttinə heç 100 metr yoxdur. Prosta ora belə deyək də spustdur. Bura yoldur. Buranı sex eləmək istəyirdilər, sözün açığı. Sonra qiymətdə biraz razılaşmadıq.